Salam, hər vaxtınız xeyirli olsun, əziz treyderlər. Bu günləri dekabr ayının 2-sidir, 2025-ci ildir və növbəti həftə üçün, həmçində bu həftə üçün analiz dərc edib paylaşıram sizə. Əgər sizə də bu analiz uyğundursa, öz ticarətinizdə tətbiq edə bilərsiniz. Həmçində öz treyder yoldaşlarınızla bu video qarşıya çıxıbsa, onlarla da paylaşa bilərsiniz, onlar da faydalansınlar. Başlamaq istəyirəm euro-dollarla. Euro-dollar bizdə ümumi olaraq eniş kanalını qırıb. Bu H4-də də müşahidə olunur. Həmçində D1 qrafikində də artıq günlük şam trend xəttinin üzərində bağlanılır. Və növbəti hərəkatın daha da yüksək səviyyələr gəlib çıxmasını gözləyirəm. Düzdür, dünənləri bizdə qırılma oldu və Amerika sessiya açılandan sonra bizdə həmin kanal yenidən test olunmağa başlanılır və mən yenə euro-dolların enişini gözləmirəm hal-hazırdakı vəziyyətdə, çünki bizdə əgər bu eniş olsaydı bu kanalımızı qırmamalıydı. Belə bir enişə getməlidir. Yəni ilkin olaraq kanal qırıldığı üçün mən daha da euro-dolların yüksək səviyyələrə artmasını gözləyirəm. Hansı halda bütün bu senari ləğv oluna bilər? Bizdə euro-dollar bu çəkdiyim bir göy xətti kanalını, trend kanalını qırıb və ümumi eniş tendensiya uyğun bizdə hərəkət davam edə bilər. Amma hal-hazırdakı vəziyyətdə mən düşünürəm ki, biz daha da yüksək səviyyələrə arta bilərik. Qiymət daha da eniş elədikcə mən əlavə baylar açmışam. Yenə də nəsə bir problem olsa, xoşuma gəlməyən nəsə bir şey olsa, bu göstərdiyim kanal qırılsa, onda bütün bayı bağlayıb və yenidən sell əməliyyatlarına başlayacağım. Ümumi olaraq artımı D1 qrafikinə baxsaq, ən birinci bildiyim hədəf 1.1830-dar və 1.19-dar civarında gözləyirəm. İndi qiymət artdıqca ola bilsin profitləri yavaş-yavaş bağlayacağım. Yəni birinci fiksasiya burada olacaq, ikinci fiksasiya bu səviyyədə, üçüncü fiksasiya burada bu səviyyədə olacaq. Hal-hazırdakı birinci bulan take profitlərini hələlik yerləşdirməmişəm, çünki dediyim kimi əməliyyatları yavaş-yavaş qiymət artdıqca bu səviyyələrdə, bu səviyyədə bağlayacağım. Ümumi də ola bilsin bağlaya bilərəm, amma $450 pul eləyəcək təkcə bir dənə əməliyyatdan. Digərlərində üstünə gəlsək təxminən $1000 civarında olacaq. Ona görə də euro-dolların ancaq və ancaq artımını gözləyirəm. Funt dolları bizdə trend kanalının içərisində ticarət olunur. Bu barədə həmçində ümumi qrupda da dərc edib paylaşmışdım analizi. Euro-dolların bu səviyyələrdən, funt dolların bu səviyyələrdən alışını. Çünki euro-dollar kimi bizdə də funt ümumi eniş tendensiya kanalımızı qırıb və həmin qırılma an yenidən test olunub. Baxın, həmin bu vəziyyət bu euro-dollarda olur. Görürsünüz, qırıb eniş kanalını və yenidən test olunur və artıma gedə bilər. Yəni bu vəziyyət orada da var. Qırdı, yenidən test olundu və artıma gedəcək. Yəni elə gözləyirəm getməyini. Bizə lazımdır ki, bariyer durub bu kanalın üstündə şam bağlansın, yaxşı olar ki, günlük şam. H4-də bağlansa da o təsdiq gəlir, amma günlük şam daha da belə deyim, çox üstün cəhətə, yəni biz günlük qrafika verməliyik. Həmçində burada da həmin vəziyyətdir. İlkin olaraq bu səviyyədə bağlayacağım bir əməliyyatımı, ikinci səviyyədə daha da artıma getsə əməliyyat funt dollar, onda ən axırıncı profitimiz burada yerləşəcək.
İlkin olaraq birinci take profit qoyulub 430 dollarda. Yəni ola bilsin bu volatillik likvidlik artandan sonra bu dəyişilsin. Keçək efir kriptovalyutasına. Kriptovalyuta haqqında paylaşmışdım, həmçinin analiz ümumi qrupda. Əziz izləyicilərim, kim birinci dəfə rastına gəlibsə mənim kanalım, bizdə Telegram qrup var. Orada siqnallar dərc edirəm, həmçinin analizlər dərc edirəm. Pulsuz olaraq da. Təbii ki, pullu kanal da var. Orada profitli siqnallar olur. Bizdə qızılda, gümüşdə, bitcoin'da çox yaxşı əməliyyatlarımız var. Yəni profitli əməliyyatlarımız var. Əgər siz də qoşulmaq istəyirsinizsə, ora mənə yazın. Instagramda izləyən, həmçinin TikTokda izləyən direktdə yaza bilər. YouTube'da izləyən isə orada indi hal-hazırda sizdə Telegram qrupun linki var. Ora abunə olub mənə yaza bilərsiniz və sizə şərtləri deyə bilərəm abunə üçün. Belə, bu efir kriptovalyutası haqqında mən ümumi qrupda paylaşım etmişdim. Bu səviyyələrdən idi. Paylaşım başlarında artımı gözləyirdik. Yəni qiymət paylaşım olunandan dərhal sonra biz artımı gördük. 3080-lərə qədər. Və ondan sonra bizdə belə bir eniş oldu. Başa düşürəm ki, bizdə buradakı bu eniş almaq istəyənləri sadəcə olaraq bazardan kənarlaşdırmaq üçün olunmuşdur. Burada sizdə psixologiya rol oynamalıdır, həmçinin balans da rol oynamalıdır ki, siz belə bir enişi bazardan tez çıxmamaq üçündür. Yəni kimi bu bazardan çıxartmaq niyyətindədirlərsə, burada bay olanlar dünənləri çox böyük bir minusda olublar. Hətta düşünürəm ki, stop lossla da belə əməliyyatları bağlanalım. Yəni bizdə stop loss ən kritik olaraq bu civarında olmalı. Əgər burada bay varsa, avtomatik olaraq stop loss bura getməlidir. Ona görə əsas psixologiyanızı riayət edin, balansınızı qoruyun. Məndə balans imkan verir, həmçinin təcrübəm də buna yol verir ki, yəni mən eniş elədikcə belə biliyorsunuz, əlavə baylar açmışam. Çünki ümumi efirin artımını gözləyirəm yeni ilə qədər, yəni bu ilin dekabrın sonlarına qədər düşünürəm ki, biz efiri 3600 civarlarında görə bilərik. Hal-hazırdakı hərəkatımız bizim düzdür, bariyerlər çoxdur, yəni efirin artması üçün. Bizdə birinci növbədə bu kanalımız var, üst səviyyəsi, sərhədi daha doğrusu. O sərhədi qırsaq, sonra bizdə bu göy kanalımız var, benim eniş. Onu da qırmalıyıq ki, bizdə artım daha da rahat olsun. Yəni hal-hazırdakı vəziyyətdə artım üçün bizdə 2 dənə böyük bir belə deyim sərhədimiz var. Problem yaradan bir yer var. Onu qırsaq, ondan sonra bizdə heç bir problem olmayacaq daha da yüksəklərə artması üçün. Əzizlərim, sizə də tövsiyə edirəm ki, əməliyyatlarınızı uzun müddətdə açın, yəni orta müddətdə. Scalpingdən zaten ticarət eləməyin, çünki scalpingdən ola bilər sizdə bəxt gətirə bilər, bir dəfə, 2 dəfə, 5 dəfə əməliyyatınız profitli olsa, amma scalpingdə stop loss təbii ki olmur. Yəni siz o bir dənə əməliyyatınız profitlə bağlanan əməliyyatlarınız 3 dənəsi minusu stop lossla bağlansa da, o siz o plusla qazandığınız pul bir dənə stop lossu sizin yeyə bilər. Amma məndə burada görürsünüz ən aşağısı burada 1-in 6, 1-in 7 əməliyyatı stop loss burada olsa da belə take profitim burada yerləşib. Yəni bir dənə əməliyyatın hal-hazırdakı profiti 700 dollardır. 1-in 5-ə, 1-in 6 əməliyyatı, bir dənə belə bir profitlə əməliyyatım mənim növbəti minuslarımın 7 dənəsini, 6 dənəsini pulunu bağlaya bilər və mən balansıma yeni xələl gəlməyəcək. Sizə də tövsiyə edirəm elə bir əməliyyatlar açmağınıza. Funt, Euro, yena ilə Yapon valyutasından haqqında danışmaq istəyirəm. Yadınıza gəlirsə bir neçə video baxsaz, mən demişdim ki 155-lərə qədər eniş gözləyirik və ondan sonra biz artıma gedirik. Qiymət buralar köhnə videolara baxsaq, buradan demişdim eniş olacaq 155'lər və ondan sonra biz daha da yüksək
səviyyələri artacaq 160-lara qədər. Və bu da ki, yavaş-yavaş baş verir. Çünki bu korreksiyadır. Ümumi artımdayıq biz. Trend kanalımız da qırılıb artıq eniş üçün. Şam bağlanılır və buradan biz rahatçılıqla buy əməliyyatı açıb və 160-lara qədər müşahidə edə bilərik. Stop loss avtomatik olaraq gəlib düşəcək bizdə 154-lərə, 160-ların 1-in altı əməliyyat olunur. Belə bir profitlə bağlanan əməliyyat 1-in altı olacaq. Trend hal-hazırda indiki vəziyyətdə yavaş-yavaş başlayır əmələ gəlməyə. Ona görə buy əməliyyatları açın və stop loss 154, take profit 160 müşahidə edin. Sonuncu alətimiz bizdə neftdir. VTI markasıdır. Orada da köhnə yeni videolara baxsaq, demişdim 100 yox, 55-lərə qədər enişin gözləyirəm. Lazımdır, yaxşı olar ki, bizdə buradakı bu bütün likvidliyi götürək, 155-dən daha biraz aşağı düşək və ondan sonra artıma gedək. Hal-hazırdakı vəziyyətdə bizdə kanalın içərisində ticarət olunuruq və bu kanalımız qırılıb yuxarı bağlanmayana qədər, yəni bütün bu strukturu sındırmayana qədər bizdə eniş tendensiyamız qüvvədədir. Ola bilər ki, belə bir eniş eləyib kanalın sərhədinə, aşağı sərhədinə və buradan təxminən 47-48-lərdən ondan sonra biz artıma gedə bilərik. Yəni, başqa bir senari də ola bilər, onu da biz gözdən qaçırtmırıq. Təbii ki, biz bu kanalımızı elə indilərdə də qırıb keçə bilərik. Əgər qırıb keçsək, onda bizim bu struktur sındı, onda biz daha da yüksək artımlara gedə bilərik. Belə əziz traderlər, video axıra qədər izlədiyiniz sizdən təşəkkür edirəm. Kanalıma abunə olun və videoları paylaşın dostlarınızla, tanışlarınızla ki, onların da qabağına çıxsın və yararlansınlar. Funtu, dolları, yenanı aça bilərsiniz hal-hazırdakı vəziyyətdə baya. Nefti tələsmirik, gözləyirik. Funtu artımını gözləyirəm. Euro dollar həmçində artımdadır və bizdə sonuncu valyutamız kriptovalyutaydı. Efir, onun da artımını gözləyirəm. Belə, sağ olun, sizə uğurlar arzu edirəm. Çoxlu take profitlər və az bir stop losslarınız olsun. Sağ olun.